getmək istərsən, heç bir dəbdəbə filan axtarmadan, adi bir şəhərlər arası avtobusa minib, telefonun qulaqçıqlarını taxıb, musiqi dinləyə-dinləyə, gözlərini yola tikib sonsuzluğa baxaraq getmək istərsən. Həyat bəzən tükəndirir insanı, beləcə baş götürüb getmək istərsən. Gündəlik telefonuna eyni adamlardan gələn zəng, ismarıçılar, sosial şəbəkələrdə eyni tip yazılar, şərhlər, paylaşımlar. Həyat bozdur. Bu boz bulanıq həyatda qara ilə ağın qarşısında başqa rəng yoxdur, axtarmağa da dəyməz. Ona görə elə getmək yaxşıdır. Yol gedərkən çox şeyi xatırlayacaqsan. Bax o axtardığın rənglər keçmişində var. Yol gedərkən gələcək gözlərinin qarşısına. Məhəlliyə gələn penapalaz qutular, olan samakatda marojni deyə qışqıran qaraşın, pırtlaşıq saçlı oğlan, şar satan qoca, güləriz dayı, məktəbdə kola bankası ilə futbol oynamağın, istirahət günləri valideynlərinlə ağappaq geyinib şəhərdə gəzmələrin, ilk sevgin, xatirə dəftərini utana-utana qızlardan ona göndərməyin, geri gələndə isə həyəcandan əsə-əsə 7-ci, sevdiyiniz adamın baş hərfini yazın sualında adının baş hərfini görməkdən ötürü dəli kimi dəftəri vərəqlədiyin, sonra instituta daxil olarkən yaxınlarının gözündə az qala müharibədə qalib gələn komandan kimi görünməyin, 19 yaşına hədiyyə olaraq alınmış maşını hər kəsə göstərmək üçün universitetə az qala 40 dəqiqə tez getməyin, bunlar gələcək gözünün önünə. Bunlar idi həyatın rəngləri. Bəs indi həyatında nə rəng var? İndi sən bir yırtıcısan, dəbdəbəyə düşkün, bahalı avtomobilləri, mənzilləri, geyimləri, aksesuarları olan birisən. Ciddi görkəmi ilə, gözlərindəki aqressiya ilə, siqaret qoxusuna qarışmış parfümü ilə qadınların ağlını başından alan birisən. İş həyatında mövqeyinə görə qabağında az qala 2 qat olan insanlar, cəmiyyətdəki statusun, ya bahalı restoranda ödədiyin hesablar, sağlığına badə qaldıran dostların, bunların hamısı həyatını daha da boz bulanıq edir. Bilirsən niyə? Çünki bunlar kartdan tikilmiş evə bənzəyir. Bir çırpmayla dağılacaq. Özünlə tək qaldığında boğulmağına da səbəb budur. Ona görə də bu axşamki növbəti bahalı restorana aldığın dəvəti bir kənara qoy. Getdiyin yolun istiqamətini dəyiş. Get bu şəhərdən. Gedəcəyin yol sənə çox şey danışacaq. Xoş gördük. Düşüncələr çırağı verilişimizin növbəti buraxılışı efirdədir. Studiyamızın bugünkü qonağı mən deyərdim ki, ədəbiyyatımıza yeni bir ruh gətirən, yeniliklər gətirən, yazılarından Əli Mədətoğlu deyə tanıdığımız Fərid bəy Nəsibzadədir. Xoş gəlmisiniz Fərid bəy. Çox sağ olun. Necəsiniz? Çox sağ olun. Çox təşəkkür edirəm bura dəvət elədiyiniz üçün, bu imkanı yaratdığınız üçün. Sizə və bütün heyətinizə minnətdarlığımı bildirirəm. Təşəkkürlər, siz sağ olun. Fərid bəy, mən istərdim ki, ilk öncə belə başlayım, daha doğrusu belə bir sualla sizə müraciət edeyim və bu sualın cavabı da mənə elə gəlir ki, həm sizin oxucularınız, həm də bizim izləyənlər üçün çox maraqlı olacaqdır. Kimdir Fərid Nəsibzadə? Bu, eyni zamanda çox asan və çox qəliz bir sualdır. Buna sadəcə olaraq belə cavab vermək məqsədə uyğun olardı ki, Fərid Nəsibzadə Bakı şəhərində doğulmuş. Əslən sazı sözlü Qazaq mahalından olan. Çox gözəl. Bugünkü gündəmdə ədəbiyyata marağı olan bir şəxsdir. Çox gözəl. Fərid bəy, digər sualım isə sizə belə olacaq ki, mən şəxsən özüm də sizin yazılarınızla tanış olduğum zaman və eləcə də sizin oxucularınız da bilirəm ki, bu sual onlarda doğacaq ki, sizin yazılarınız demək olar ki, hamısının üzərində Əli Mədətoğlu adı var, yəni o adla dərc olunmuşdur. İndi mən istərdim ki, ona açıqlama gətirəsiniz ki, Fərid bəy Nəsibzadə ilə Əli Mədətoğlu arasında əlaqə nədən ibarətdir? Birincisi, biraz istəyirəm o məsələyə biraz uzaqdan başlayam. Nə baxımdan? Mən ilk öncə bu yolda mənə dəstək olanlara təşəkkürümü bildirirəm. Sizə və sizin heyətinizə təşəkkür bildirirəm.
xüsusilə təşəkkürümü məşhur yazıçımız artıq çox yerdə tanınan Varis bəyə təşəkkürümü bildirirəm. Həm el oğlumuzdur, həm dostumuzdur. Belə deyək ki, ilk kəs mən yazını yazanda, yəni nə təxəllüs var idi, nə yazının adı var idi. Sadəcə olaraq Varis bəyə göndərmişdim. O zaman ilk dəstək ondan gəldi ki, müəyyən düzəlişlər lazımdır, amma sən davam elə. Elədikcə əlin öyrəşəcək və s. və ilaxır. Daha sonra ikinci bir yazıya təşəbbüs elədim. 2-dən sonra 3-cü, 4-cü və s. gəldi. Və çox uzun müddətdən sonra fikirləşdim ki, adım mı geçsin və ya təxəllüsüm mü olsun? Yəni bir neçə gün düşündükdən sonra bu Əli Mədətoğlu bizim soy kökümüzə bağlı olan bir şəxsiyyətdir. O filmdəki kimi babamızın babasının babası. Çox gözəl. Yəni belə deyək də mövcud olmuş bir şəxsiyyətdir. Mən də qərara gəldim ki, hər kəs öz soy kökünü mü, öz yerini mi, yurdunu mu nə cürsə tanıtmağa çalışır. Mən də bu imzaya, yəni bu imzanı atmağa qərar verdim. Oxucularım sağ olsunlar, lazımi dəstəyi də göstərirlər. Balaca hərdən olur ki, mənə də yazırlar ki, 3 gün, 5 gün ara verəndə, bəs niyə davamı gəlmir, niyə yoxdur yeni bir şey? Onlar da intizarda qalır təbii ki. Baxın, Əli Mədətoğlu, mən açıqlamasını verdim. Əli Mədətoğlu mənə bağlı, soy kökümə bağlı olan bir şəxsiyyətdir. Çox gözəl anlaşıldı. Yəni, belə deyək də, babanızın adı ilə yazılarınızı dərc edirsiniz. Və bayaq mən sizi təqdim elədiyim zaman dedim ki, ədəbiyyatımıza yeni bir ruh gətirən, yenilik gətirən, təbii olaraq ki, oxucularımızda, həm də izləyənlərdə belə bir sual doğa bilər ki, yəni bu yenilik nədən ibarətdir? Bu yenilik mən indi açıqlayacağam və siz də təbii ki, bunun ətrafında daha geniş şəkildə danışacaqsınız. Mistika janrı ilə bağlıdır. Hansı ki, mənim bildiyim qədər müasir Azərbaycan ədəbiyyatında bu janra demək olar ki, müraciət edən olmamışdır. Mənim bildiyimə əsaslanaraq bunu deyirəm və mən sizin indi hal-hazırda adlarını çəkəcəm, povestləriniz. Qaranlığa doğru, yolun sonu naməlumdur. Şayətin, aynadakı nəsnələr göründüyündən də yaxındır. Qara sevda, İblisin arzusu. Bu povestlərlə biz tanış olduğumuz zaman orada həqiqətən bu janrın hiss edirik, bu janrı görürük və onu da haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, həqiqətən də povestlərinizin adı hələ oxucu, yəni o povesti oxumadan öncə adı artıq diqqət çəkir, diqqət cəlb edir, olduqca maraqlı, diqqət cəlb edən adları var. Və bunların içərisində mənim daha çox şayətin, aynadakı nəsnələr göründüyündən daha yaxındır. Bu povest haqqında istərdim ki, diqqətimi çox çəkdi və istərdim onun, yəni bunun üçün haqqında da məlumat verəcəksiniz təbii ki. Amma bu şayətin haqqında daha geniş, ətraflı şəkildə istərdim məlumat verəsiniz. Mən ilk öncə istəyərdim bir giriş edeyim. Çünki müasir ədəbiyyatımızda, eləcə də öncə oxuduğumuz klassiklərdə bu janra vaxt-vaxt müraciətlər var. Ancaq belə deyək ki, həm dinimiz, həm mentalitetimiz bir balaca ön yargılar, türklər demiş, ön yargılar çıxartmağa istənilən, hətta mənim özümü belə vadar elədiyinə görə mən ilk öncə yazılarımdakı məqsədi açıqlayım ki, yəni heç kəsə bir qaranlıq bir şey qalmasın. Daha sonra mən sizə yazılarım barədə və mövcud layihələrim barədə məlumat verəcəm. Təbii ki, onlar da... Bildiyimiz kimi biz, yəni bu aləmdə tək deyilik və Tanrının qüdrəti ondadır ki, bizlə bərabər bir neçə aləm də vardır. Və həmçinin bu aləmlərdən vaxt-vaxt rastlaşdığımız müəyyən mistik olaylar da olur. Yəni elə bir şəxs yoxdur ki,
hər hansı bir mistik bir hadisə iləmi, hətta bir anlamı rastlaşmasın. Çünki hətta Quranda da belə bir konsepsiya vardır ki, biz onlara vaxt-vaxt işarə göndərərik, amma onlar bunu bilməzlər. Yazılara gəldikdə, yazılar mistika janrında olsa belə, məqsəd orada. Yəni, bir olan Allaha sığınmaq, bilmədikləri insanların dualarla, digər lüzumsuz, belə deyək, nəsnələrlə həm zaman itkisi etməkdə, həm də bilirsiniz, insanın o kin deyilən, kibirlik deyilən bir xüsusiyyəti var ki, yəni nə olur olsun mən qarşımdakından intiqamımı alım, nə olur olsun mən ondan çıxardım, bir bəlaya sürüklüyüm onu, həmin insanın, yəni Allahın ədaləti də elə məhz bundadır ki, həmin insanın özünü bəlaya sürüklüyür. Təbii ki. Yazılarda da məqsəd odur ki, yəni insan bir olan Allahdan yapışsa və doğru kurs götürsə, doğru yön götürsə, şübhəsiz ki, hər bir işin sonu xeyirliyə doğru olar və bildiyimiz kimi, yenə də belə bir konsepsiya var ki, 1000 dərd varsa, 1001 dəva var. Məqsəd orada ondan ibarətdir ki, yəni sabah sizin verilişinizi də izləyəndə, ola bilər oxucularımdan, ola bilər heç məni tanımayan şəxslərdən çox xahiş edirəm, bax bu ön yargıda olmasınlar. Mənim sırf birbaşa məqsədim insanın həm bu ətrafımızda olan varlıqlardan məlumat vermək və məlumat üçün sizə də bildirirəm ki, bütün bu yazılar hamısı dərin araşdırmalar, həmçinin çox dostlarımız var ki, yəni dinlə məşğuldurlar, bu nəsnələrin bilgicisidirlər. Mən onlarla da məsləhətləşmişəm ki, sabah mənim planımda məsələn kitab çıxışı var. Hər hansı bir tənqidlə qarşılaşmıyorum. Çünki mistika çox ağır janrdır. Bunu yazanda deyək ki, A-dan başlayanda bir də görürsən ki, Z-dəsən. Sonra təzədən C hərfinə qayıdırsan. Bax, belə bir şeydir. Müəyyən kitablara can müraciət eləmişəm. Hətta mən sizə bir şey deyim, bir balaca da gülməlidir bu. Mən bunu adi bir Google araşdırmasından başlayanda, mən bir də gördüm İmam Şiblinin Cinlərin Əsrarı kitabını oxuyuram. Yəni, məsələ budur. Yazdığım yazılardakı hadisələr, hər üç qeyd etdiyiniz yazıda, istər qaranlığa doğru sloqanı yolun sonu naməlumdur olan hadisə, istər şayətindəki hadisələr və istərsə Qara Sevdadakı hadisələrin hamısı real həyatdan götürüb, real mənbələrdən götürüb, hətta sizə belə bir şey deyim, öz Azərbaycanımızda, doğma Azərbaycanımızda, məsələn, qaranlığa doğru bir əyalətdə baş vermiş bir olaydan söhbət gedir. Təbii ki, yazıcı təxəyyülü də var. Yazıcı təxəyyülü var. Müəyyən maraqlara toxunmamaq üçün adların, dövlət qurumlarının və digər yer adlarının adı dəyişdirilmişdir. Sadəcə təxəyyüldən istifadə olanda mən heç bir mistik olayı, necə eşitmişəm, onu elə də yazmışam. Təxəyyüldən istifadə olanda bax bu məsələlərin dəyişikliyindən söhbət gedir. Həmçinin çox zəngin bir elm olan İslam dininə də müraciət olunubdur ki, heç bir ziddiyyət yaratmamağa çalışmışam mən. Yəni mənim niyyətim ondan ibarətdir. Çox gözəl. Şayətin haqqında daha ətraflı istərdim, məsələn, onun adı ilə bağlı həm də bu. Şayətin bildiyimiz kimi, istər ədəbiyyatımızda, istər xalq dilində, xalq folklorunda cinlərin bir başqa, belə deyək də, sinonimi, iblisin, cinlərin sinonimi kimi istifadə olunur. Mən şayətin əsərində çox bir nüansa toxunmuşam. Hətta onun açıqlamasına izninizlə verərdim. Buyurun, təbii. Demək, şayətin əsəri keçmişlə indinin bir qarışığıdır. Şayətin əsəri Azərbaycanda baş vermiş real bir hadisə əsasında yazılır. Sadəcə olaraq o hadisədə müəyyən qaranlıq tərəfləri mən keçmişlə bağlamışam. Belə ki, 18-ci əsrdə İngiltərədə
Necronomicon və yaxud Əl-Əzif kitabı olub vaxtilə. Bunu ərəb əlkimyacısı Əbdəl Həzrət yazıb. Ona müraciət olunaraq qaranlıq bir aləmdən bir varlığı çağırır, 9 nəfər bir təcrübə apardılar. Və bu təcrübənin nəticəsində hardasa 2 ay sonra bu 9 nəfərin 9-u da dünyasını dəyişirdi. Və hamısı da suisidlə, yəni intiharla dünyasını dəyişirdi. Mən o keçmişi, belə deyək də, o bilinməyən cinayətin, belə deyək də, həmin o olayın bilinməyən tərəfini həmin keçmişlə örtmüşəm. Sadəcə olaraq, gəlin belə bir qeydi də nəzərinizə çatdırım. Louvre muzeyində, səhv eləmirəmsə, bildiyiniz kimi bu səlib yürüşlərindən sonra müəyyən xəzinələr, müəyyən istər İslam dünyasının, istər Şərq aləminin müəyyən xəzinələri Avropada daşınmışdı. Louvre muzeyində Qara Quran, Kitab-ı Cilvə deyilən, mən araşdırdığım qədər, oxuduğum qədər belə bir kitab var. Və bu kitab sırf şərdən ibarətdir və deyilənə görə Vatikanın o kitab üzərində İslam aləmi ilə birgə, onun nəzarəti altında saxlanılan bir kitabdır ki, yəni heç kəsə verilmir oxumaq, sadəcə eksponat kimi şüşənin altından, kənardan baxılır. Bunun başqa bir adı ərəbcə Kitab-ı Cilvədir. Və deyilənə görə bunu İbn-i Cühaşə adlı birisi yazır. Nəyə görə birisi dedim, deyəcəm. Öz araşdırmalarım və kənardan oxuduğum, bildiyim, öyrəndiyim şeylərə görə həmin tarixlərdə İbn-i Cühaşə adlı nə mütəfəkkir olub, nə ümumiyyətlə tanınmış bir şəxsiyyət olub. Çox güman ki, bəzi alimləri, hətta elə məşhur Əbu Səmərqəndi var, Özbək alimidir, İslam alimidir. Əbu Səmərqəndinin də yazdıqlarına görə bu İbn-i Cühaşi insan olmuyor. Anlaşıldı. Və əsərdə də İbn-i Cühaşəni və mən nəyə əlaqələndirmişəm? Həmin çağırılan varlıq, o Necronomicon kitabında və orta əsr traktatlarında Bomşadjil adlı bir cin olub. Sadəcə olaraq uzun, hardasa 6 aylıq araşdırmadan sonra həmin personaj elə İbn-i Cühaşənin özüymüş. Çünki əsərdə, o povestdə 2 cür müraciət olunur. Yəni, ora gətirməyə çalışıram. 2 cür müraciət olunur. Əsərin məzmunundan ibarətdir ki, 2 gənc universitet tələbəsi, bu olmuş bir olaydır. Sadəcə olaraq orada müəyyən istiqaməti mən dəyişmişəm. Dəyişikdir. Hətta biraz dərindən oxuyanlar bilərlər o hansı olaydan gedir söhbət. Olmuş bir olaydır. 2 universitet tələbəsi mövcud sosial problemlərdən, bu yaşayışdan usanaraq təsadüfən, tam təsadüfən bir veb-sayt tapırlar. Bu veb-saytda müəyyən bir ayin icra olunmaq təklif olunur, bir kliklə həyatını dəyiş. Bu nüansı xahiş edirəm, yadınızda saxlayın, mən ora qayıdacağım. Bir kliklə həyatını dəyiş. Belə bir slogan olur, belə bir şuar olur. Bunlar girib çox qədim bir gotika janrına məxsus olan bir ayinə rast gəlirlər. Təbii ki, gəncliyin həvəsi, həm də hardasa yaranmış bir ümid bu şeyə onları sövq edir. Müəyyən kamera tapılır, diktafon tapılır. Biraz da bu xarici filmlər, onlar bu ayini icra edirlər. 2 icra uğursuz alınır. Hətta mən sizə bir şey deyim, o qeyd elədiyim o Londonda keçirilmiş ayində 9 icra, 9 dəfə eksperiment olur, yəni 9 dəfə bu ayini icra olur. 10-cu icrada həmin varlıq gəlir. Və hətta belə deyək də, Peter Sir Lovecraft olub, Necronomicon'u tərcümə edən. Sir Lovecraft'ın traktatlarında var ki, bu Bomşadjil, yəni bilirsiniz, istər İslam aləmində, istər xristianlıqda bu varlıqlar siniflərə bölünür.
İndi hər yerdə bir cürdür. Deyilənə görə cəhənnəmdə səhv eləmirəmsə 22-ci legionun rəhbəri və natiqlik sənətini gözəl bilən, eləcə də keçmişdəki sirlərdən xəbər verən bir varlıqdır və yəni o ingilislərin müraciət məqsədi müəyyən siyasi məsələləri araşdırmaq olub. Aha. Bu gənclər çox böyük bir həvəsə düşür, yerdə pentagram çəkilir və s. və ilaxır. Bunların ilk 2 və yaxud 3, hətta özümün yadımdan çıxıb, cəhdləri uğursuz alınır. Daha sonra bir tələbə yoldaşları qıza deyirlər. Qızın baxmayaraq ki, sosial durumu və s. hamısı yüksək olduğunda bildiyiniz qadın marağı bu şeyə onu sövq eləyir və ondan sonra başlayacaqlar başlayır. Səhv eləmirəmsə 4-cü cəhddə başlayacaqlar başlayır. Gənclərin həyatı sözsüz ki, dəyişir. Ancaq bir şey var, istənilən halda şər verdiyi hər hansı bir sənə bir zənginliyi bir əlinlə verəcəksə, Allahın rəhməti sonsuzdur. Əvəzində daha böyük bir şey tələb edəcək. Burada onların, belə deyək də, şərlə oynadıqları qumarda qoyduqları, ortaya qoyduqları anlayış, həmin şəxslərin ruhları olur. Və şər bir müddətdən sonra onları istəyir. Əsərin bitməyi, yəni povestin bitməyi bu cür olur ki, oğlanlar məmmalı şəkildə, biri şəhərdən kənardadır, istirahət yerinə gedərkən yolda, yəni məmmalı şəkildə öldürülür, sırf öldürülür. Amma baxmayaraq ki, istintaqın araşdırdığına görə, yəni əsərdə elə verilir, nə asfiksiya izi, boğulma izi olur, nə maşında şübhəli bir şey tapılır. Digər gənc öz evlərində, vanna otağında suda boğulur. Bu da təbii bir asfiksiya olur, yəni yenə heç bir kənar müdaxilə olunur. Qız isə naməlum istiqamətdə. Hadisənin doğruluğu budur. Əsərdə isə tam başqa bir yad bir ölkədə. Çünki Quranda da cinlərin teleportasiya qabiliyyəti var, göstərilir. Hətta neçə min illik yolu, istər bizim mifologiyamızda var, istər, yəni bu hamısı Qurandan qidalanır. Əsərin sonu, yəni happy end deməzdim, yəni xoşbəxt sonluqla bitmir. Belə bir dialoq olur, yəni bir ustad adlı personaj olur, bir də bir gənc oğlan bir dialoqundan başlayır. Sən demə, gənc oğlan həmin vaxtlar həmin universitetdə oxuyurmuş, ustad isə istintaq orqanları tərəfindən cəlb olunmuş. Yəni çox danışmaq istəmirəm bu haqda, cəlb olunmuş bir şəxsiyyət olur. Sadəcə müəyyən o yaranmış dialoq əsnasında gəncdən bir vəd alır ki, illər keçməsinə baxmayaraq, sən bu məlumatları, görəcəyin materialları və danışacağın şeyləri kənara çıxartma. Yəni, əsər belə başlayır. Bildiyimiz kimi, ümumiyyətlə, mən bunu qeyd etmək istəyirəm ki, istənilən şər, güclü iradədən və yer üzünün əşrəfi olan insanlar, istənilən şər ondan acizdir. Yəni, bunu bütün oxucularımız bilsinlər və yəqin ki, bu cümlədən sonra artıq mənim yazılarımdakı məqsədi də anlayarlar. Çox gözəl. Bu qədər. Çox gözəl. Həqiqətən də mənə elə gəlir ki, izləyənlərimiz üçün həm maraqlı oldu, həm biraz şəxsən mənim özüm üçün biraz qorxulu da oldu. Amma həqiqətən çox maraqlıdır. Bəs Fərid bəy, bu mistika janrı ilə bağlı, yəni yeni layihələriniz varmı həyata keçirəcək? Təbii ki, mən bu yaxınlarda kitab çap eləməyi planlaşdırıram. Bu 3 əsər əslində bir mistik trilogiyaya daxil olmalıydı, amma belə geçsə mistik pentagram olacaq artıq. Çünki hazırda yəni çalışdığım paralel 2 əsər var. Biri ev və çox maraqlı bir sloganı var, şuarı var, hər qaranlıq kölgə deyil. Digəri isə 88-dir. 88. Onun da adı maraqlıdır. Yox, 88 açıqlıq gətirərdiniz. Ümumiyyətlə insan belə deyək, o
yol ayrıcında qalanda müəyyən seçimlər etmək olur. Allah Taala da Quranda buyurur ki, sizin xeyir bildiklərinizdə şər, şər bildiklərinizdə xeyir var. Xeyir var, bəli. İnsan yolu ayrıcında qalanda müəyyən seçim etməli olur və düşünün ki, sizin seçim etməyiniz üçün müəyyən dar zaman kəsiyi var. Ölüm-dirim məsələsidir. Siz təbii ki, %99% insan, bəlkə də elə mənim özümdə, yanlış edə bilər. 88 xeyirlə şərin balansıdır. Quranda 88 dəfə mələk, 88 dəfə şeytan adı çəkilir. Müəyyən mistik alimlərdə, bilirsiniz, o köhnə ərəbcə, yəni Rus kirilində olan L hərfinə oxşuyur 8 rəqəmi. Müəyyən şeylərdə, müəyyən yerlərdə tapılmış yazılarda da var ki, M hərfinə oxşadırlar. Kimi, məsələn, Türkiyənin Diyarbəkir vilayətində olur ki, qapılara M hərfləri yazılmağa başlayır. Biraz da xurafatçı olan insanlar bunu cinlərin baskını filan kimi başa düşüblər. Sözsüz mən hadisənin tam dərinliyi ilə bilmirəm. Məcnun, cinni kimi başa düşüblər. Amma bu elə 88 rəqəmidir. Budur. Bir də sonuncu yazacağım şey, yəni hazırda onun üstündə iş gedir. Qara çuxa. Bu da çox maraqlı bir nüansdır. Yəqin ki, eşitmiş olarsınız bu etnonimu, bu adı. Mən sizə onun şüarını da deyim, yəni şüardan hər şey aydın olacaq. Yanlış inanc şeytandandır. Yəni insan Allahdan başqa varlıqları çağırıb ona dua edərsə, təbii ki. Bu sırf xurafatın və savadsızlığın qurbanı olmuş bir gənc qız haqqında bəhs edəcək və tam bu şeylərə yad olan bir fotoqrafın ona nə cürsə kömək edəcəyini və xoşbəxt olmaqla bitəcək. Çox gözəl. Yəni, bu hazırki layihələr mistika ilə bağlı bunlardır. Əminəm ki, onlar da ən azı bu 3 povestiniz qədər olduqca maraqlı olacaq. Və yavaş-yavaş biz verilişimizin sonuna yaxınlaşırıq. Sonunda mən istərdim ki, Fərid bəy, oxucularınıza, həm də izləyənlərə, yəni başqa nə yeniliklər olacaq, nəsə yeniliklər gözləsinlərmi sizdən? Bəli, mən bir şey bildirim. Biz artıq yeni bir layihəyə hazırlaşırıq. Bu Əli Mədətoğlu Work Group adına. Mən burada da müraciət edə bilirəm. Mənim rəsmi səhifəm var Facebookda, Əli Mədətoğlu kimi axtarış verə bilərlər. Orada biz müəyyən foto işini bilən, video işini bilən və yaxud yaxşı yazmağı bacara bilən gənclər axtarırıq. Mən hətta bir dəfə elan vermişdim. Müəyyən yəni anlaşılmazlıqlar oldu ki, yəni görəsən niyə belə təmənnasız? Yəni tam təmənna güdmədən biz sadəcə olaraq öz daxili imkanlarımızın hesabına bir ortaya bir şey çıxartmaq istəyirik və ilk layihəmiz də uğurla həyata keçdi. Tezliklə paylaşılacaq bir belə deyək də modellərin çəkilişi oldu. Yəni bizim artıq o foto bölməsi işə düşdü. Çox gözəl. Yazılar barədə isə sizə bir 13 məktub haqqında biraz kiçicik bir şey danışmaq istəyirəm. Buyurun, təbii ki. Çox dəyərli bir, mənə çox həm dəyərli olan bir insan, həm dəyərli bir şəxsiyyətlə yazdığım, birgə yazdığım bir yazıdır, ortaq yazdığımız yazıdır. İdeya tamamilə ondan gəlib. Sadəcə olaraq mən bir balaca müdaxilələr eləmişəm. İki gəncin, hətta belə deyək, bir-birini toxunmadan sevməyi, gülməli gələcək. Çünki zamanə başqadır, hər şey çox bayağılaşır. Yəni mən var qüvvəmlə çalışacağam ki, oxucular buna gülməsin. Və belə deyək də, orada olan kişi personajının çox imkanlı, çox əlaqəli bir şəxsiyyət olmağına rəğmən bu adam içində, yəni belə deyək də, bir düyməni basmağından ölkəni silkələyə biləcək bir adam içində bilir ki, zəifliyini dərk edir və ünvansız bir yerə köhnə bildiyi bir ünvana məktub yazır. Söhbət burada ondan gedəcək.
Eyni zamanda o deyir qəlbdən qəlbə yola Yox. o ancaq sevgidən keçir. Eyni zamanda 3 il keçməyinə baxmayaraq hələ də onun yolunu gözləyən və bilməyərək ki, niyə gözlədiyini həmin xanım da eyni zamanda ona da məktub yazacaq. İşbasıdır ki, xanım onu izləyə bilir müəyyən informasiya vasitələrindən və poçtda buna şahid olan, biraz gülməli olsa da bir gənc bir qızdan gedəcək söhbət ki, qız öz işinin məsuliyyətini dərk eləyərək o qorxu altında o məktubları açır, oxuyur və yığır, vermir, çatdırmır ünvanlara. Yəni qız həmin ünvandadır, xanım həmin ünvandadır, oğlan da ünvanı bəllidir, yəni onu hər kəs tanıyır. Tam xəyal məhsuludur, yəni belə bir şey olmuyor, mövcud belə bir şəxsiyyətlər yoxdur. Sadəcə olaraq orada bir məktublaşmadan və poçtdakı qızın belə deyək də, sonda bir kiçik bir vicdan əzabından, təbii ki, xanımı tapa bilməsə də, həmin bəyi taparaq bir müddət sonra ona verməyi, əsərin də belə deyək də, həmin yazının, əsər demək biraz böyük olar, həmin yazının belə qeyri-müəyyənlikdə bitəcək həmin yazı ki, həmin bəy həmin xanımı axtarışa çıxacaq. Çünki fikrimiz var ki, bunu davam edək. Anlaşıldı. Bunu davam edək. İnşallah, çox gözəl. Uğurlar sizə, Mən sizə çox təşəkkür edirəm və heyətinizə. Təşəkkür edirəm. Biz sizə təşəkkür edirik ki, dəvətimizi qəbul edib studiyamıza buyurmusunuz. Dəyərli izləyicilər, daha bir verilişimizin sonuna gəlib çatdıq. Gedək ki, yenidən görüşünüzə gələ bilək. Hələlik.